Allahın rızasının ən çoxunu seçmək nə deməkdir? Yaşadığınız bölgədə böyük sel fəlakəti baş versə nə edərsiniz? Binanın ən yuxarı mərtəbəsinə çıxaraq xilas olmağı gözləyərsiniz, yoxsa mərtəbələri su yüksəldikcə bir-bir qalxarsınız? Yuxarıya qalxarkən ləng davranarsınız, yoxsa pillələri var gücünüzlə tez-tez qalxarsınız? Təbii ki, belə vəziyyətdə ən ağıllı yol ləngimədən ən üstün mərtəbəyə qalxmaqdır. Mömin də əlində olan hər cür maddi mənəvi imkandan istifadə edərək hər saatını, hər saniyəsini Allah rızası üçün yaşayır. Qarşısına çıxan seçimlər arasında ağıl və vicdanı ilə Allahın rızasına ən çox uyğun olanı seçir. Allah Quranda belə bildirir: "Qovulmuş şeytandan Allaha sığınıram." İman gətirib yaxşı əməllər edənlərə gəlincə, biz ən yaxşı işlər görənlərin mükafatını puç etmərik. Kəhf surəsi 30-cu ayə.